Son günlərdə İsrail və İran arasında artan raket zərbələri nəticəsində bir çox aviaşirkətlər marşrutlarını dəyişdirərək təyyarələri Cənubi Qafqaz üzərindən yönləndiriblər. Bu dəyişikliklər Azərbaycanın hava məkanında təyyarə trafikinin artmasına səbəb olub. Ekoloq Rövşən Abbasovun sözlərinə görə təyyarələr uçuş zamanı atmosferə çox miqdarda karbon emissiyaları və azot oksidləri buraxır ki, bu da atmosferin çirklənməsinə gətirib çıxarır. Orta uçuş məsafəsində bir sərnişin başına 250 kiloqram karbon emissiyası atmosferə atılır. Lakin təyyarələrin 8-9 kilometr hündürlükdə uçması səbəbindən bu çirklənmənin Azərbaycanın hava keyfiyyətinə birbaşa təsiri minimaldır. Daha alçaqdan uçuşlar turşulu yağışların yaranmasına səbəb ola bilərdi, lakin hazırki vəziyyətdə bu ehtimal azdır. Qlobal çirklənmə baxımından isə təyyarələr əsas çirkləndiricilərdən biri sayılır. Xatırladaq ki, iyunun 13-də gecə saatlarında İsrail İranın bir sıra nüvə obyektlərinə və paytaxt Tehrana zərbələr endirib, nəticədə bir neçə yüksək vəzifəli hərbçi və nüvə alimləri həlak olub. Eskalasiya hələ də davam edir.